Salam dostlar. Günleriniz hoş geçsin. Bu temiz samalar dostlar. Benim yadıma bir sevimli mütefekkirin fikirlerini saldı. Fikirler sade görünür ama aslında çok derin düşüncelerdiler. Ve aydın ve derin deyir ki insan hayatındaki bütün ziddiyetleri halleden bir duygu var. Ve insana bütün bunların sayesinde en büyük saadeti bəxş eden bir duygu var. Ve bu duygunun ne olduğunu bütün insanlar bilirler. Bu duygu sevgidir. Buradaki sevgi dar manada başa düşülməməlidir. Əlbəttə daha geniş manada başa düşülməlidir və mən öz təcrübələrimdən deyim ki, bu zənn edirəm bir idealdır dostlar. Yəni insan bədəni bir həbsxana sayıla bilər və bizim bədənimizin içərisində çoxlu hallar, bir-birindən zid hallar ola bilər. Ona görə də heç də insan həmişə eyni bir əhval-ruhiyyədə qala bilməz təbii ki. Üstəlik xarici şərtlər var, xarici şəraitlər var. Bizim istəmədiyimiz təsirlər bizə reaksiya göstərə bilir. Başımıza istemediğimiz, arzusunda olmadığımız, hoşlamadığımız hadiseler gelebilir. Yani her şey bizden asıl değil. Ona göre de insan bütün hallarda eyni əhval-ruhiyyədə qala bilməz təbii ki. Ama bu düşüncenin derinliği bir taraftan da hem de nədir? Orada deyir də bütün ziddiyetleri halleden duygu sevgidir. Yani elbette hayatımızda ziddiyetler olacak. Geniş manada, dar manada da. Ama bunların her biri sonda insani sevgiyle, anlayışla, birbirimizi başa düşməklə halloluna bilərlər. Və deyir ki, bunu bütün insanlar bilirlər. Bence de belədir. Bence de belədir. Və amma insana en büyük saadəti gətirən yaşantının sevgi olduğu bəli dəqiqdir. Bunu keçmişdən bu yana bütün dərin mütəfəkkirlər hamısı bunu, mən bildiyim qədərlə buna etiraf ediblər. Bir tərəfdən bunu etiraf ediblər və bunu bildiriblər. Bu prinsip olaraq və bu yaxınlarda biz Hüseyn Caviddən söhbət açdıq və orada da Hüseyn Cavid bir sənətkar olaraq həmin o sevgi ilə dolu möminvari dalğalara girirdi. Amma əlbəttə ki dostlar, dediyim kimi də həyat enişli çıxışlıdır. Burada biz müxtəlif hallara girə bilərik. Əhvallarımız dəyişə bilər. Başımıza xoşlamadığımız hadisələr gələ bilər və bunların bizə bir təsiri olacaq əlbəttə. Sonrasında biz müxtəlif duyğulardan, zaman-zaman hətta anlamadığımız duyğulardan, yaşantılardan ibarət canlılarıq. Amma sonda yenə də sevgi qalib gələcək son nəticədə. Belə dostlar, sizdən müğayət olun.